Ne var da yok. Dünən möhkəm yağış yağırdı. Qoyunları qurt dərəsindən indirəndə 4-ünü 5-ini sel apardı. Getdim Mirayət müəllimin yanına. O əjdaha. Dedim ay dayət. O əjdaha. Xaricdə yenə peyda olub. Nə əjdaha, nə danışırsan? Qəzetlər də yazır. Deyirlər gözü ilə görənlər də var. Eşitməmsən? Göldə yaşayır. Çox qəribədir. Doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur? Heç əcdanın yeridir. Geç mətləbə. Sənə əcdaha lazımdır. Yox, mənim neyimə lazımdır. Elə mənə də lazımdır. Nə var nə yox Bracəqa? Hə, onu deyirəm da, 7 dənə qoyunumu sel apardı. Sən söhbətini elə, hə? Gərək ki onu belə deyirlər də. Bax sizdən, bağban bizdən, otaq bizdən, çıraq sizdən, əl bizdən, ətək sizdən, qız sizdən. Necə? O da bizdən. Siz bununla nə demək istəyirsiniz? Demək istəyirdim, biz demək istəyirik. Ki Gülbalanın xoşbaxt ailə qurmasına xeyir dua verəsiz. Və sənlə Yasəmənin Xoşbəxt ailə. İstirahət et, tez ol, sən ol, gəliblər. Sən nə deyirsən? 7 nəfər revizor. Heç bir ailə söhbəti ola bilməz. 7 nəfər. Bu da sənin qonaqların.